xalqımıza, həm dövlətimizə, həm millətimizə. Bəli, 2025-ci ildə uğurlu illərdən olub. Mən icazə verərdiniz bu fikrimi, bu gözəl verilişdə, gözəl gündə fikrimi sizlərlə bölüşərdim. Buyurun. 2025-ci ildə Konfu ailəsinin adında Azərbaycan xalqımızı təbrik etmək istəyirəm. Nə üçün ki, Konfu Federasiyasında mən bir hüquqşünası olaraq, çox gözəl. Təbii ki, Federasiyanın prezidenti Nurlan müəllimə, vitse-prezident Babək müəllimə, Ehram müəllimə, Güloğlan müəllimə öz təşəkkürümü bildirməliyəm ki, Konfu Federasiyası gözəl bir federasiyadır. 2025-ci ildə Azərbaycan Respublikamızın prezidentin nəvəsi Əminə xanım dünya çempionu oldu. 2025-ci ildə. Ona görə nətər deyərlər ki, qoy Azərbaycan xalqına 2026-cı il düşərli illərdən olsun. Bir daha da təbrik edirəm. Bizim sevincimiz çoxdur. Qarabağımız da azad olub. Bütövlüyümüz də bərpa olub. Və bugün üç rəngli müqəddəs bayrağımız da dalğalanırsa, onun səbəbkarı cənab Prezident İlham Əliyev Heydəroğludur.